Türkmençay müqaviləsi 1828-ci il fevralın 10-da 1-ci Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmençay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü. Ermənilərin şimali Azərbaycana köçürülməsi 1828-ci ildə imzalanmış Türkmençay müqaviləsindən sonra demografik vəziyyəti dəyişdirmək məqsədi ilə Şimali Azərbaycana Osmanlı dövləti və indiki İran ərazisindən kütləvi şəkildə ermənilər köçürülməyə başlandı. Eyni zamanda Rus işğalını qəbul etməyən yerli türklərin müəyyən hissəsi Osmanlı dövlətinə, indiki İran ərazisinə və Şimali Azərbaycanın mərkəzi hissəsinə köçdülər. Dərbəndin itirilməsi 1840-cı il islahatından sonra Şimali Azərbaycanın 7000 kvadrat kilometrlik ərazisi Dağıstan vilayətinə birləşdirildi. İrəvanın itirilməsi və Ermənistanın yaranması Tiflisdə qərarlaşan Azərbaycan hökuməti yeni yaranmış Ermənistan Respublikasına 9000 kvadrat kilometrlik ərazisini güzəştə getməyə məcbur edildi. Borçalı, Qarayazı və Zəngəzurun itirilməsi Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Borçalı, Qarayazı və Zəngəzur kimi bölgələrimiz Ermənistan və Gürcüstana birləşdirildi. Azərbaycan türklərinin Ermənistandan köçürülməsi Sovet hakimiyyəti dövründə təkcə Ermənistan ərazisindən təxminən 400 minədək Azərbaycan türkü öz yurdlarından Azərbaycan Sovet Sosialist Respublikası ərazisinə zorla köçürülmüşdür. Qarabağ və ətraf rayonların işğalı 1992-ci ildən sonra işğal olunmuş ərazilərimiz Qədim Türk yurdu Ermənistan Tarixən heç bir erməni olmadığı halda təxminən 30 min kvadrat kilometrlik ərazimiz tədricən ermənilərlə məskunlaşdırılmış və burada yaşayan bütün Azərbaycanlılar yurdlarından qovulmuşdur. Xəritədə gördüyünüz məntəqə adları kimi bu ərazilərin tarixi, mədəniyyəti və mənsubiyyəti də sonradan Rus imperializminin anti-Türk siyasəti nəticəsində erməniləşdirilmişdir.
Rusiya tərkibindəki tarixi Azərbaycan torpaqları. Torpaqlarımızın 6%-i Dərbənd xanlığının ərazisi Rusiya Federasiyasının tərkibindədir. Hal-hazırki dövrdə də həmin ərazilərdə Azərbaycanlılar yaşamaqdadır. Gürcüstan tərkibindəki tarixi Azərbaycan torpaqları. Müxtəlif dövrlər ərzində Rus imperializminin səyləri ilə tarixi torpaqlarımızın bir hissəsi Gürcüstana birləşdirilmişdir. Hazırki dövrdə də Azərbaycanlılarla məskunlaşmış bu ərazilərin təxmini ölçüsü 8700 kvadrat kilometrdir. Xəritədə gördüyünüz bütün yaşayış məntəqələrinin adları Gürcülərin apardıqları etnik siyasət nəticəsində sonradan dəyişdirilib. Qarabağ və ətraf rayonların işğalı. 1988-1992-ci illərdə Ermənistanın hərbi müdaxiləsi və anti-türk siyasəti nəticəsində Azərbaycanda 20 min insan öldürülmüş, 100 min soydaşımız yaralanmış, 50 mini isə müxtəlif dərəcədə zədə almış, 4852 nəfər Azərbaycanlı, o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca itkin düşmüş, onlardan 1368 nəfəri, o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca əsirlikdən azad edilmiş, 783 nəfəri, o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca isə bugünədək Ermənistanda əsirlikdədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür. İlkin məlumatlara görə mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard Amerika Birləşmiş Ştatları dollarından çox həcmdə ziyan dəymişdir.